Hər vaxtınız xeyir olsun dostlar. Xırdalan şəhərindəyik. Yeni bir evimiz çıxıb satışa. Kupçalı 2 mərtəbəli evdir. Biz qonaq otağından çəkilişə başladıq. Evimizi əşyasız qiymətini sizə təqdim edəcəm. Həm əşyalı, həm əşyasız satılır. Demək bu giriş qapısıdır dostlar. 2-ci mərtəbədir bura. Videonun sonunda həyətdə çəkib sizə təqdim edəcəm. Daxil olduqda sağda yerləşir, solda evimizin mətbəxidir. Gördüyünüz kimi iri mətbəx möbeli yığdırılıb. Təbii ki bu əşyasız qiymətə daxildir. Texnika çıxmaq şərti ilə. Bunlar qalır. Mətbəx möbeli, kombi, radiator, hamam aksesuarları qiymətə daxildir. Qiymət 85 mindən söhbət gedir. Burada evimizin sanitar qovşağı sanuzelidir. Gördüyünüz kimi zövq ilə təmir olunub şəxsi istifadə üçün. Və qiymətə daxildir. Burada çamaşırxana düzəldilib. Paltar yuyan burada yerləşdirilib və belə bir qardirob yaradılıb qalacaq. Qiymətə daxildir, əşyasız qiymətə. Amma digər gördüyünüz əşyalar ev sahibi ilə danışıb razılaşa bilərsiniz. Bura evimizin növbəti otağıdır. Bura qardirob otağıdır dostlar. Gördüyünüz kimi şəxsi geyimlər yığılıb burada. Gördüyünüz səliqəli şəkildə bahalı mebeldir, yığdırılıb. Bunu da ev sahibi ilə danışa bilərsiniz. Təbii ki pulun əsasında, razılaşma əsasında razılaşa bilərsiniz. Və növbəti yataq otağımız dostlar. Mən sizə bir daha nəzərinizə çatdırım ki, əşyasız qiymət 85 min manat təyin olunub. Əşyalı qiyməti isə ev sahibi özü deyəcək sizə. Keçək sizə çölü və həyəti təqdim edim. Dostlar biraz hava qaralıb. Çəkilişimiz ola bilsin yaxşı alınmadı çöldən. Evimizin çöl görünüşüdür. Mən sizə 2-ci mərtəbəni təqdim etdim. 1-ci mərtəbədə eyni qayda ilə evdə ailə yaşadığına görə yaşlı adamları narahat etmirik. O yüzden içərini mən sizə təqdim edə bilmirəm. Belə də həyət bacası var. Xırdalan şəhərində yerləşir. Qeyd etmişdim. Yerləşmə yerimi əlaqə saxlayıb tam dəqiq məlumat əldə edə bilərsiniz. Sənəd kupçadır. Əşyasız qiymət 85 min manatdır. Cüzi endirim nəzərdə tutulub. Bugün bu qədər. Sağ olun.